Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden kethiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barekte ala İbrahim inneke hamidun mecid. Bugünkü dersimiz Muhammed bin Ebi Zemani'nin Ehl-i Sünne ve Cemaat'ın Usulü Sünne adlı kitabındadır ki geçen defaki dersimizde muhakkikin Ebu Malik el-Rayyashi'nin mevzu etrafında olan bəhsindən danışdıq. O da mevzumuz qədər barəsində. İlgili var belə xatırlayaq ki, keçən dəfəsində geçdi. Demək, Əhl-i Sünnə və Cəmaət qədərin Allah Subhanahu wa Taala tərəfindən onunla iman gətirirlər. Həmçinin qədər də Cəbrail, uzun Cəbrail hədisində də imanın 6 şöbəsindən biri olduğu da vurgulanmışdır. Və hər bir şey də və həmçinin müsəlmanlar hamısı Əhl-i Sünnə və Cəmaət alimləri ittifak ediblər ki, hər bir şey Allah Subhanahu wa Taala'nın qədəri ilədir və Allah Taala öz kitabında bunu buyurur ki, "İnne kulle şeyin halaqnahu bi qadar." Və biz hər bir şey öz qədəri ilə yaratdıq. Və lüğəti mənasında deyir ki, bir şeyi tərtib etmək, bir şeyə hədd qoymaq, bir şeyi sonlandırmaq mənalarını verir. Bundan sonra dedik ki, qada və qadar mənaları nədir? Məsələn, qada vəl qadar hükmullah Teala. Yəni bir şey Allah Taala'nın xoşa gələn, xoşa gəlməz, onun mövcud olması, tərtib, müəyyən bir sifətdə, müəyyən bir vaxtda hansı şəkildə varid olmasının bildirən hər hansı bir hadisəyə el-qada deyilir. El-qadar da şəri hükmündür ki, Allah Subhanahu wa Ta'ala hər bir məxluqatı təyin etdiyi müəyyən ölçüdə, müəyyən vaxtda istədiyi şəkildə hasil olan müəyyən əməllərdir. Dedik ki, burada Hafiz İbn Rəcəb rahimehullah qədərin iki dərəcəsi olduğunu bildirdi. Birincisi ki, Allah Subhanahu wa Ta'ala'nın hər bir şeyi yaratdığı, yəni hər bir şey öncədən təyin etdiyi, bu Allah'ın ilmül qədimdir ki, əvvəlki köhnə elmində hər bir şey Allah Subhanahu wa Taala olmamışdan əvvəl onları istər şər olsun, istər xeyir olsun, istər ibadət olsun, istər asilik olsun, hər bir şey Allah Subhanahu wa Taala əzəli elmində, yəni öncəki elmində Allah Taala ola bilir. Yəni o şey hasil olmadan, həyata keçirilmədən Allah Subhanahu wa Taala onun necə olacağını Allah Taala və ya necə olacağını və hansı zamanda necə olsa necə olacağını Allah Subhanahu wa Taala təyin etmişdir. İkinci dərsi də Allah Subhanahu wa Taala qulların feillerini Allah Subhanahu wa Taala yaratır. Allah Taala qulların feillerini de Allah Subhanahu wa Taala yaradır. Ve həmçində biz burada keçdik ki, buna müxalif olan bir neçə firqələr vardı ki, onlardan bir ki, bütün peyğəmbərlər müxalif olan bütün insanlar bunlar məsəl üçün deyir ki, ilhad, mulhiddlər və həmçinin fəlsəfələr buna daxildir ki, onlar ümumiyyətlə deyir ki, Allah Subhanahu wa Taala heç bir şey yaratmamışdır. Heç bir şey, çünki kainatda olan hər bir şey bir cüz'iyyətlərdən, hissəciklərdən varid deyil, mevcuddur. Yəni hər bir şey hissəciklərdir. Yəni hissəciklərdən də törənib artmış və ya ki hissəciklər bir-birinə birləşərəkdən mövcud olmuş və əgər hər bir şey hissəciksə Allah Subhanahu taala bu hissəcikləri bilməsi qeyri-mümkün deyərəkdən bu fəlsəfəçilər deyirlər ki, Allah Subhanahu taala heç bir şey bilmir. Və ikincisi də birincidir ki, peyğəmbərlər, peyğəmbərlər, müxalif bütün peyğəmbərlərin düşmənləri qədər bütünü inkar edir, bir də fəlsəfəçilər və mulhiddlər və həmçində gulatul qadariyyə bütünlüklə bunu inkar edir. Və dedik ki, burada bütün peyğəmbərlərdən gələn hədislər bunların bu iddiasının bir daha batil olduğunu bir daha ortaya qoyur. Çünki Allah Subhanahu Taala burada sonra dedik ki, burada beyan meratibil qadar, qədərin 4 mərtəbəsi var idi. Birinci mərtəbə nə idi? Birinci mərtəbə Allah Subhanahu Taala'nın ilmur Rabb, Allah Subhanahu Taala'nın bilməsi. Çünki burada biz keçdik Bəqara surəsində müəyyən bir ayə oxuduq. Və ikinci mərtəbə Allah Subhanahu Taala bilir ki, Allah Taala bilir. Sonra Allah Taala'nın məşiyyəsi var, o bildiyinin istəməsi var. Ondan sonra gəlir ki, Allah Taala bildi, istədi və o şey də xalq olunur. Xalq, bunu da yadan çıxarmaq. Axırıncısı da birincisi dedik Allah Subhanahu Taala'nın elmi, ikincisi Allah Taala'nın həmən şey yazması, üçüncü məşiyyə, onun bilməsi, dördüncüsü isə Allah Taala onu xalq etməsidir. Və bundan sonra burada qalmışdıq ki, يقول الشيخ الإسلام ابن تيمية رحمه الله وقد ضل فريقان من الناس الخاضين في القدر بالباطل. Qədərdə batil yolla xəsm edən, yəni mübahisə edən kimsələr, yəni iki firqə vardı ki, onlar qədərdə
yəni hüccətsiz, dəlilsiz mübahisə etdiklərinə görə zəlalət firqələrinə daxil olmuşlardır. Birincisi odur ki, kəzəbət bihədə və qalət, onlar qədəri təkzib etmişlər və deyirlər ki, innəhu la yəxru əf'alul ibad. Allah Teala qulların feillərini xəlq etmir. Yəni qulların feillərini xəlq edən Allah Subhanahu va Taala deyildir. Və la yeşəu kullu ma yekun. Və Allah Teala'nın istədiyi hər bir şey olmur. Və hətta ki olan şeylər Allahın istədiyi ilə deyil. Aydındır. Bunlar misal li'anna zunuba qabihatun və huwa la yef'alul qabiha. Və iradetu qabihatun və huve la yuridu qabiha. Deyirlər ki, Allah Teala nə qulların əməllərini yazmışdır, nə də ki onları istəmişdir. Çünki qulların, yəni günahlar da, savablar demişik ki, Allahın qədərinə daxildir və hər bir günah da xoşa gəlməz, iğrənc bir şeydir. Və Allah Subhanahu Teala da iğrəncliyi, yəni xoşa gəlməz hərəkətlər istəməz və Allah Teala'nın da xoşa gəlməz bir iradəsi ola bilməz. Bundan dolayı bunlar deyir ki, Allah Subhanahu Teala'nın qədəri yoxdur. Qədər təyin etməsi deyə bir şey yoxdur. Çünki bunlar haqsız yer, dəlilsiz olaraqdan qədər mövzusunda mübahisəyə qalxışdılar və yaxud da ki, özlərini o dərəyə atdılar. Bu azan firqələrdən birisi budur. İkinci firqə firqatü saniyə. Ləmmə rəət ənəhu hədə kulluh. Son baxın, birinci firqə inkar etdi. İkinci firqə deyir ki, gördülər ki, Allah Subhanahu Teala hər şey yaradandır. وَلَمْ تُمِّ أَنَّهُ خَلَقَ هَذَا حِكْمَةً. Və sonra inkar etdilər ki, deməli belə deyək. Birinci firqə inkar etdilər. Diqqətli olun ha. Allah Teala burada deyir ki, birinci firqə inkar etdilər. Deyir ki, Allah Teala pis şey yarada bilməz. Və günahlar pisdir və günah da pisdirsə, Allah Teala pis şeyi yarada bilməz və ya ki, pis bir şeyi qulundan, insandan olmasını istəyə bilməz. İkinci zəlal firqəsi deyir ki, yaxşı, bunlar qənaətə gəlirlər ki, Allah Teala hər bir şey yaradandır. Elə isə onlar Allah Teala'nın ister yaxşı olsun, ister pis olsun bir şeyin qədərdə, bir şeyin hasil olmasını, onlar yəni o hasil olmasındaki hikməti inkar edirlər. Aydın diqqətli olun. Allah Teala ondaki hikməti inkar edirlər. Yəni Allah Teala hər şey yaradandır, lakin hikmətsiz yaradandır. Bəl qalət, əlavə olaraq deyirlər ki, İzə kənə yəxruqu hədə, deyək Allah Teala bir şey yaradarsa, feyəcuzə ən yəxruqu kullə şərrin. Əgər Allah Teala hər şey yaradansa, icazəlidir ki, Allah Teala şərri, bizzat Allah Teala şərri yaratsın. Və lə yəxruq şeyin li hikmətin. Və Allah Teala'nın istədiyini, yaratdığındaki o şər və ya ki o xeyir, Allah Teala orada gizli hikməti yoxdur. Heç bir hikməti yoxdur. Hikmətsiz yaratır. Yəni əsassız, mahiyyəsiz, qayəsiz yaratır. Mənalarına gəlir. Və mə səmmə fi'lun tənəzzəhu anhu. Bəl kullu mə, yəni onlar heç bir Allah Teala'ya bu izafə olunan bu şər, bu pislik, bunlar hiçbir şeyini Allah Teala münəzzəh tutmadılar. Bəl kullu mə kənə mümkünən cəzən yef'al. Yəni kainatda olması, yəni gerçəkləşməsi mümkün olan hər bir şeyin Allah Teala tərəfindən yaradıldığını iddia etdi və bu da hikmətsiz olaraqdan yaradıldığını iddia etdilər. Və cəvvəzu ən yəmur bi kulli kufrin və ma'sə. Və bu firqə icazəli gördülər ki, Allah Teala hər bir insana küfrü və isyanı əmr edə bilər. Və həmçində hər bir insandan imanı və itaati də inkar edə bilər. Yəni etdirməyə bilər. Və həmçində sadiq, doğruluğu və ədaləti də Allah Teala qullardan inkar edə bilər. Və ya ki, onlara əmr edə bilər ki, sən ədalətli ol və ya ki, əmr edə bilər ki, sən ədalətli olma və s. Və ən yu'əzzibəl ənbiyə və həmçinin Allah Teala peyğəmbərlərə əzab verməyə də bacarar. Əzab da verər. Və həmçinin fironları, müşrikləri də Allah Teala öz cənnətinə sala bilər. Nemətlərindən nemətləndirə bilər. Və bu buna bənzər iddialar. Bunlar da dediyimiz kimi qədər məsələsində ilimsi olaraqdan mübahisə edən iki firqə idi ki, birinci onlar Allah Teala'nın heç bir şey yaratmadığını, çünki Allah şər hər bir şey Allah Teala'nın feilindəndir və şər Allah izafə olma. İkincidir ki, ya hər şey Allah Teala yaratıbsa və yaratmasına hikmət yoxdur. Amma əhl-i sünnə və cəma deyir ki, Allah Teala bir şey yaradırsa, onun arkasında gizli hikmət vardır. Sonra və şərru leysə ilallah bi vəchin minəl vucuh. Yəni bunların bu ikinci firqəyə, zəlalət firqəsinə rədd olaraq onlara açıqlayaraq dedi ki, və şərru leysə ilallahi subhanahu wa ta'ala. Şərlər Allah subhanahu wa ta'alana izafə birbaşa izafə olunur. Məsələn, itaat birbaşa Allah Teala izafə olunur. Amma şər birbaşa Allah bir zat olaraqdan özü-özlüyündə Allah Teala izafə olunmur. Yəni Allah tərəfindən Allah Teala izafə olmalı. Fə innehu və in kana Allahu xaliq əfəl ibad.
Buna baxmayaraq ki, Allah Subhanahu wa Taala nə olsun ki, qulların feillərini yaradan Allah Taaladır. فَخَلْقُهُ لِلطَّاعَاتِ نِعْمَةٌ وَرَحْمَةٌ Allah Subhanahu wa Taala'nın insanları itaati yaratması, itaati onlara müessir etmesi Allah Taala'nın onlara nimeti ve rahmetindəndir. Ama Allah Taala'nın günahları yaratması ise lehu fihi hikmetun ve rahmetun. Hikmet ve orada gizli bir rahmet ve hikmet vardır orada. Ne için Allah Teala bizden müəyyən bir günahın hasıl olmasını ve üzv vermesini Allah Teala istəyir. Ve hu ma'a hada adlun minhu. Ve belə bu saydığımız bu itaatdə ve günahlarda Allah Teala'nın hikmetli olması bu Allah Subhanahu Teala tərəfindən bir ədalətdir. Allah Subhanahu Teala tərəfindən bir ədalətdir. Fəmə zaləm lin-nasi şey'ə və Allah Subhanahu Teala heç bir kimsəyə zərrə qədər də belə olsa zülm etməmişdir. Velakinnen-nasu li-anfusihim zalimun. Lakin insanlar öz-özlərinə zülm edəndirlər. Və həmçinin fə innəmə mimmə ca'aləhu yunkiruna xalqallahi təala bi əf'alil ibad və həmçinin Allah Subhanahu Taala'nın qulların feillərini yaratması inkar edirlər və deyirlər ki: "Huve ennehum len yufarriqu beynel iradeti şer'iyye ve iradetil kewniyye." Ve onlar dedik ki burada Allah Subhanahu Taala'nın yani onlar Allah Taala'nın iradetil kewniyye ile ve iradetil şer'iyye arasında fərq qoymurlar. İnne iradeti Teala yenqusun ila qismen ve Allah Subhanahu Taala'nın istemesi de iki qismə bölünür. Allah Taala'nın mevcudlar içerisinde her hansı bir şey, ister xeyir olsun ister şer olsun, istemesi iki qismə bölünür. Birinci qism, bunu Şeyhülislam İbn Teymiyyə deyir ki, iradetun nuv'an, iradetun diniye, Allah Taala'nın dini ayinləri istemesi, itaat, ibadet, sevgi, məhəbbət, yaxşılıq, sədəqə, bu Allah Taala'nın dini iradələridir. Və buna da bərabərdir ki, Allah Subhanahu Taala'nın əmr etməsi, qadağan etməsi, sevgi, buğz, riza və qadab bunlar hamısına daxildir. Və iradət-i kəvniyyə gəldiksə, Allah Taala'nın kainatda olacaq hadisələrin istəməsi isə və bu da həmçinin Allahın qəza və qədər, xalq və qudra buna daxildir. Fəl iradət-i kəvniyyə bu iki qismini açıqlayır. Fəl iradət-i kəvniyyə Allah Taala'nın kəvni iradəsi nədir ki? Kəvni idarəsi odur ki, hiye iradetul mustemet li vuku'ul murad ve kevni kadar odur ki Allah'tan kevni iradesi ki o Allah Teala'nın təyin ettiği təqdirin qaçılmaz olduğunu bildirir. Yani kainatta Allah Subhanahu Teala'nın istediği şeyler qaçınılmadan mütləq hasil olacaktır. Bundan çıxış yolu yoktur. Ne istəyirsə olacaktır. Bu iradetil kevniyyedir. Məşə Allahu kən. İstedi Allah Teala oldu. Ve ma lem yeşâ lem yekun. İstemesi olmuyor. Hâzâ iradetun fî misli kavlihi ve Allah burada yani bu iradeti kevniyye iradetul mustamel vuku'ul murad. Allah bu iradeti kevniyye odur ki Allah Teala'nın muradının vacip yani hasıl olmasının vacip olmasını bildirir. Yani Allah Teala kevni qədərlə bir şey olmasını istediyse orada kaçış yolu yoktur. Onun neticesi şərtinə bağlıdır. Buna dəlilən Allah Subhanahu Teala bu ayda buyurdu ki En'am suresine buyurdu ki "Femen yuridillahu en yehdiye yeşrah sadrahu" ise Allah kimi hidayet yoluna yönetmek isteseydi onun kalbini İslam'a açardı. Ve men yurid en yudillahu yec'al sadrahu dayyikan haraca. Ve kimi de azdırmak isteseydi sankidir o göğe kalkılmış kimi sinesini darlaştırardı. Yani burada yine Allah Subhanahu Teala'nın hidayeti istemesi vardır. İkinci bir delil وَلَا يَنْفَعُكُمْ نُصْرِ اِنْ اَرَادْتُ اَنْ اَنْصَحَ لَكُمْ اِنْ كَانَ اللّٰهُ يُرِيدُ اَنْ يُغْوِيَكُمْ. Bunu Hud suresini geçir 34. ayetinde. Eğer Allah Teala eğer Allah Teala sizlerin azmasını isteseydi benim size nəsihət etməyim size hiçbir fayda vermez idi. Burada Allah Teala'nın kevni qədər var ki onların istemesi mümkün değil. Ve qala Teala Allah Teala buyuruyor ki "Velev şe Allah ma qatatalu velakinne yef'alu ma la." Allah isteseydi ondan vuruşmazdı. Lakin Allah Teala istediğini edir. Ve Allah Teala Kehf suresinde buyuruyor ki "Velev la iz dakhalte cennete qulte ma şa Allah la kuvvete illa billah." Eğer sen velev dakhaltil cennete öz bostana daxil olduqda Allah'ın istədiyilə ve qüvvət ve güç sahibi yalnız Allah Teala deseydin belə bir ayet geçir ve bunu benzer misallar.
İkinci növ iradetü diniyeti şer'iyye. Dedik ki birinci kövni qədərdə bir şeyin hasıl olması qaçınılmazdır. Aydındır. Nəticəyə bağlıdır. Mesela Allah Teala'nın kövni qədərləri mesela üçün deyək ki bir insan artıq ölüb. Mesela üçün deyək ki Fironun küfrü bu Allah'ın kövni qədəri idi ki ona dəlillər sunulsa belə artıq iman gətirməyəcək. Və həmcə Əbu Bəkirin o halı kövni qədəri idi ki Allah Teala onun artıq müsəlman olduğunu yazmıştı. Artıq o vaqi oldu. Çıxış yolu yoxdur. Ama Allah Teala'nın dini şəri qədərisi odur ki, istəkləri odur ki, iradəsi və hiyə məhəbbətul muradı ridahu və məhəbbətu əhlihi. Allah Teala'nın bir şeyi sevməsi, onu istəməsi, həmən ki onu edən əhlini sevməsi və onları o etdiyi yaxşı əməllərdən razı qalması və bunu edənlərə qarşı mükafat verməsi. Bu Allah Teala'nın şəri dini iradələridir. Deyir Allah Teala yuridullah bikumul yusra və la yuridu bikumul usr. Allah sizlər üçün rahatlıq istər, çətinlik istəməz. Və həmçinin Allah Teala buyurur ki: "Men yuridullah liyec'ala aleykum min harcin velakin yuridu en yutahhirakum ve liyutimma ni'metahu aleykum." Allah Teala sizi çətinliyə salmaq istəməz. Lakin Allah Teala sizləri günahlardan təmizləmək istəyər. Və həmçinin Allah Teala buyurur: "Yuridullah liyubayyin lekum." Allah Teala şəriətinizi belə sizə bəyan edir. "Və yehdiyekum sunellezine min qablikum ve yutubu aleykum." Sizdən əvvəlkilərin yolunu sizi yönəldir. İstəyir ki bununla Allah Teala sizin günahlarınızı bağışlasın. Vallahu alimun hakim. Və Allah Teala vallahu yuridan yetuba aleykum. Bu hamısı yaxşı xüsusiyyətlərdir. Və Allah Teala'nın iradəti diniyyədir. Allah Teala sizlərin sizin tövbə etməyinizi sizi tövbə yolundan, şəhvət yolundan, nəfsi istək yoluna azdıranlardan meyl edərək sizləri haqq yoluna gəlməyinizi və sizin günahlarınızı əff etməyinizi Allah Teala istəyər. Və həmçinin Allah yuridullah en yukhaffifa ankum. Allah Teala sizdən günahlarınızı biraz yəni şəriəti sizin üçün xəfifləşdirmək istəyər. Və xuluqal insan daifə. Və nəticə olaraq da insan zəif yaradılmışdır. Və hədihil iradətu la testezin vuku'un murad. Və bu qismdəki yəni dini iradələrdə sənin məsələn yaxşı bir şey istəməyin, sevgili, rizadır. Bu şeylərdədir ki Allah Teala'nın muradının hasil olması mümkün değil də. Allah Teala istəyir bunları. Bir yerdən çatmır. Yəni iradəti kövniyyədə hər bir şey Allah Teala'nın yəni qaçılmazdır. O hasil olur. Amma iradəti diniyyədə Allah Teala məsəl üçün onları istəyir. Lakin onu sana vacib etmir. Necə ki Fironun küfrü kimi ona vacib etməyib. Lakin ona dəlillər ərz olunub. Və buna baxmayaraqdan o küfrü imandan daha üstünü tutdu. Mesela Allah Teala bizləri namazı əmr edir. Və Allah Teala'nın bu bizi namazı əmr etməsi iradəti diniyyədir ki, içimizdə bəziləri əgər iradəti kövni olsaydı, yer üzərində hər bir şey məcbur olaraqdan itaat etməliydi. Amma bu Allah Teala'nın iradəti diniyyədir ki, burada Allah Teala'nın muradı nəticəyə bağlı deyil. Hasil olmur. Aydındır. Belə bir fərq var. Həmçə fayda yoxdan və yələq və hədəl bəb yəni bu baba deyir ki məratibül hidayə buna daxil olunur. Məratibül hidayə buna daxil olunur. Məratibül hidayə buna daxil olunur. Son an. Hidayətin 4 növü də buna daxil olur. Yəni bu qədər mövzusunda deyil. Hidayətin məratibül hidayə bu baba daxil olunur. Birinci, hidayətul əmmə. Yəni insanların hidayət olması, yəni Allah Subhanahu Taala'nın təqdiri ilə, qədəri ilədir. Birinci odur ki, mərtəbətul ula hidayətul əmmə, ümumi hidayət. Ümumi hidayət. Əlləti hiyə qarinətul xalqi və dilalə alə-Rabb. O da qullara Allah Taala'nın var oluşunu bir işarələr, bir dəlalətlər. Məsələn yaratması və ya xəlq etməsi və s. bunlar. Bu ümumi hidayətdir ki, belə insan, ağıllı insan, müdrik insan, fitrəti pozulmayan insan baxır aləmə, ümumi hidayət olunur ki, bunu bir yaradan var. Aydındır, bunu bir yaradan var, bunu bir icad edən var. Sonra bu peyğəmbərlər gəldikdən sonra bu ümumi hidayət çevirir xüsusi hidayətə. Və o zaman peyğəmbərlər və ya salih insanlar, müdrik insanlar, hikmətli insanlar o ümumi hidayətdə olan insanları doğru yola yönəldirlər. Hansı ki o ümumi hidayət olan qövmlər hansı peyğəmbər olaraq rast gəlibsə,
Uzağa getmək bizim peyğəmbərimizə məsəl üçün bizim o vaxtı zamanda yaşayan insanlar da Allah Taala'nın yaradan olduğunu, öldürən dilini bilirdilər. Lakin peyğəmbər bununla yanaşı onlarda ümumi hidayət var idi. Lakin peyğəmbər sallallahu aleyhi ve sellem onlara la ilahe illallahla gəldikdə onlar arasında fərq yarandı. Kim iman gətirdisə ümumi hidayət üzərə onlar oldu müsəlmanlar. Kim hidayət etmədisə onlar qaldı küfürlərdə. Haydi Allah Taala'nın ümumi hidayəti var. Burada Firavun deyir ki Musa'ya "Femen rabbukum ya Musa?" Ey Musa sizin ikinizin Rabbi kimdir? Musa deyir ki "Qala rabbuna allazi a'ta kulle şeyin halqahu thumma hada." Rabbim her bir şey öz xilqətini verən, sonra onu hidayət edəndir. Buradaki hidayət ümumi hidayət olur. Xüsusi bir hidayət yoxdur burada. Mesela namaza, oruca, zəkata və s. Allah da her bir şey öz xilqətini verəndir ve onu hidayət edəndir. Burada a'ta kullu şeyin a'ta kullu şeyin halqahu bu ayə her bir şey öz xilqətini verəndir. Yəni ennehu a'ta minel halqi ve tasvir ma yas'u bihi limen Allah Taala'nın bir şeyi hansı surette yarattısa ona uygun olaraktan suret vermesi. Ve onu ne için yaratmıştırsa, yani bu ayet barəsində təfsirdir. Allah onu ne için yaratmıştırsa onu hemen onun için ne münasipse ona hidayet etti. وَهَدَاهُ لِمَنْ يَصْلُحُ فِي مَعِيشَتِهِ وَمَطْعَمِهِ وَمَشْرَبِهِ وَمَنْكَحِهِ وَتَقَلُّبِهِ وَتَصَرُّفِهِ Allah Teala mesela heyvanı yarattı. Ona lazım olan, onun uygun olacak şekilde. Belə təsəvvür edin. Allah Teala heyvanı yarattı. Ona lazım olacak şekilde. Onun yemesini, içmesini, neden qidalandırmasını onun için münasip olacak şekilde yarattı. Ve onu neyle qidalanmasını, nelerle yedilmesi, hansı işleri görüp insanlar veya özüne fayda vermesini onu da Allah Teala örgətdi. Yani özü boşlu başına bunu etmir. Allah Teala orada həmçinin onların hidayəti vardır. Ve həmçində ve o kiminle evlenmeli, kiminle artımı necədir və s. Neyle evlenmelidir, neyle artımdır. Mesela insan hansı surette verdiği, onun öz maişətini, yani yaşayışını necə tənzimləyə bilər, necə dolana bilər, nə yeyə bilər, nə içə bilər. Aydındır, neyle evlənə bilər, neyle həyat artım eləyə bilər. Bunların Allah Teala hamısı bizə şuurumuzda Allah Teala bunu təlqin etmiştir ve bu hidayət üzere biz bu işi devam ettiririk. Yani bu dedi ki bu aya bahsine verilen yani cumhur müfessirlerin verdiği en esas meşhur rivayette budur. Ve hem Allah Teala qaddara fəhədə. Allah Teala təqdir etdi ve insanlara hidayete yöneltti. İkinci hidayette olan seviye, ikinci derece. Hidayetul irşad vel beyan lil mükellifin. Mükelleflere yani haddi buluğa çatmış her bir kimseye irşad vel beyan. İrşad ve beyan. İrşad işareler. Mesela biz yolda gedəndə, mesela Bakıya yol çıxdıqda bizim yolda qarşımızda o lövhələr, o irşadlar da hamısı. Aydındır. O irşad ve o irşadı mesela göstereyim irşad diye o bilmirik. Kimlərsə soruşuruq, hemen bize o irşadı bize beyan ediyor adam. Ki bu işarə falan yere gelir, bu işarə falan yere gelir. Birinci hidayət bizə ikinci qism odur ki, Allah Teala bizləri müəyyən bir kimsələr vasitəsilə, ümumilə peyğəmbərlər vasitəsilə bizi irşad eləyir, beyan eləyir və ki müəyyən bir kimsələr vasitəsilə bizləri irşad eləyir, yəni irşad yönətməlidir, Allahdan yönəlməsi, kimisə bildirməsi, dəlalət etdirməsi. Məsələn, mən səni dedim ki, sən buradan belə get, filan yoldan keç, filan yerə get, mən sənə ərşad tükə, yəni mən sənə irşad elətdirdim həmən gedəcəyin yerə. Bu da ona daxil ki, bizə məsələn hidayət yolları bizə göstərilir. Filan yerə et, filan şey et, filan əmələ et və s. Bu yolu beyan edirəm sənə. Və hədil hidayə ilə təsdidim husulü təvfiq budir, bu beyan, bu irşad deyir, müvəffəq olmasını deyir, gərəkdirmir. Sən məsələn göstərə bilərsən. Sən məsələn bir şey hidayət istəyə bilərsən. Quranla, sünnədən dəlil göstərə bilərsən bir kimsəyə. Sən bu zaman sən ona hidayətul irşad və bəyanla onu təlqin edirsən. Amma ki sənin ona göstərdiyin, ərz etdiyin bu dəlillərin müvəffəq olması mümkün değildir ki, özünə bağlı deyil. Əgər bu hidayət növündə bu ona bağlı değildir. Yəni haqqa tabi olması. Buna da dəlil olarak Allah Teala buyuruyor ki: "Ve amma Semud fehadaynahum." Semud'a geldikdə biz onları hidayət yolunu göstərdik, yönəltdik. Festehabbul ama alel huda. Lakin buna baxmayaraq da onlar
zəlalət, körlüğü, hidayəti üstün tutdular. Aydındır. Ve həmçinin Fussilə surəsini keçdi. Sonra Allah Teala buyurur ki: "Və mə kana Allahu liyudilla qaumen ba'd iz hadahum hatta yubayyin lekum ma yettaqun." Allah Teala bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeyləri onlara xəbərdar etmədən onları həmin yoldan azdırmaz. Yəni Allah Teala bir qövmə doğru yola yönəltdikdən sonra onları uzaqlaşmaları zəruri olduğu şeyləri xəbərdar etmədən onları həmən yoldan azdırmaz. Aydındır. Demək insanlar bir şey azmırlar. Bir başa onlar azmırlar. Allah Teala onları göstərir, bəyan edir və ondan sonra azdır. Məsələn bu keçən ayət daha aydındır ki, biz Səmuda, yəni Səvun qövmünə hidayət göstərdik, bəyan etdi peyğəmbərləri. Lakin onlar körlüğü hidayətin üstü gördü. Yəni tabi olmadılar. Aydındır. Və hədəl bəyanı və dilalə. Yəni bu peyğəmbərlərin etdiyi bu şeylər hamısı nədir? Hidayətu və bəyandır bunlar. Hidayətu, əl-bəyan və dilalə. Dəlalət etdirməyin və bu da bəyan etməyindir. Sonra fəhədil hidayətu hiyəlləti əsbət Allah li rasulihi. Və Allah Teala deyir ki, bu hidayətin üçüncü növünü peyğəmbərində ispat etmişdir. Deyir ki Allah Teala və innəkə letəhdi ilə sırat-ı mustaqim. İnnəkə letəhdi ilə sırat-ı mustaqim. Doğrudan həqiqətən sən doğru yola yönəldənsən. Yəni burada Allah Teala yəni bildirir ki, sən insanları bəyan etdirən, irşad etdirənsən. Və nəfə anhu milkil hidayətil əl-mucibə. Allah Teala lakin onu hidayəti onda saxlamağı, malik olmağı qədər inkar etdi Allah Teala onda. Yəni sən hidayət edənsən, lakin o nəticəni hasil olması səndə deyil. Yəni müvəffəqiyyət səndən deyil. Buna dəlil olan Allah Teala deyir ki, Allah Teala birinci ayədə deyir ki, innəkə lətəhdi ilə sırat-ı mustaqim. Sən istədiyini doğru yola yönəldirsən, irşad elətdirsən, hidayəti bildirirsən. Amma ki, innəkə lətəhdi mən əhbəbdir. Lakin Allah Teala deyir ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. İstədiyi burada Allah Teala'nın istədiyi dedikdə burada həmən o hidayətin onun qəlbinə daxil olub, haqqı eşidib, haqqa tabi olub yönəlməsidir. Aydındır. Biz məsəl üçün sənə bildirik ki, qardaş, məsəl üçün deyək ki, belə deyək də, üz qırxmaq olmaz, o haramdır və s. Sən bunu eşidirsən. Mən sənə hidayətül bəyan irşad edirəm. Amma ki, sənin evə getdikdən sonra gəlib bir aydan görüm sənə o şey səndə formalaşması ki, məndən deyil o şey. Axı, mən sonra bəyan etdim. Amma onu etməyin, o yüzden Allah Teala müvəffəqiyyətsidir. Yəni ki, sənin günahlara qarşı səhlənkarlığındır. Və s. Dördüncü mərtəbə odur ki, hidayətin, üçüncü mərtəbə. Bu da tövfiq, müvəffəq olmaq və ilham. Artıq qəlbinə daxil olması. وَالْخَلِّ الْمَشِيَةِ الْمُسْتَلْزَمَةِ الْفِعِلِ وَهَذِهِ الْمَرْتَبَةُ أَخَصُّ مِنَ الَّتِي قَبْلَهَا. Bu üçüncü qisim ikincisindən daha xastır. Bunun ki, qədərilərin, cahilləri bunu inkar edirlər. Sələf alimləri deyir ki, onların bu əməllərini onlardan çəkindirmişdir. Əslən bədəl əsr izə vəqətən həzə lakin cəbəriyyəti zalaməthum və ləm tunsifhum kəmə zalam ənfusəhum. Naam. Bu hidayətin bu növüdür ki, iki şey özünü daxil edir. Allah Teala'nın fi'lü Rabbi Teala, Allah Teala'nın o həmənki feili, həmənki o hidayətdəki feili, o da hidayətdir. İkincisi də əl-ihtidə. Həm hidayət, həm də ki hidayəti yönəlmək. Əl-hudə hidayət olunmaq. Hidayətin özü. Əl-ihtidə isə artıq onun hidayəti yönəlməsi. Bu da demək, üçüncüsü nədir burada? Həm Allahın feili hidayət insana çatmalıdır, həm də ki qulun o həmən əmələ yönəlməsi olmalıdır. Bundan sonra nə olur? Olur hidayətü tövfiq və ilham. Müvəffəq olursan və artıq qəlbinə yerləşir, artıq ilham olursan həmən ki hidayətlə və yaşayırsan. Buna dəlil olan Allah Teala ki, mən yehdilləh və huvəl muhtəd. Allah Teala kimi hidayəti yönəldərsə, o hidayət yolunda olar. Və Allah Teala başqa elədi ki, in təhris alə hudəhum fə innəllaha la yehdi mən yudil. Əgər sən deyir ki, onların hidayət olmasına həris olsan belə, Allah Teala
zalalete yönelmiş kimselere hidayet ettiren değildir. Ve dördüncü mertebe odur ki hidayetun ilel cenneti ve nari yevmel kıyame. Kıyamet gününde cennete ve cehenneme insanların hidayet olmasının yöneltilmesi. Aydındır. Allah Teala buyuruyor ki melekler emreder der ki Allah Teala uhşurul lezine zalemu. Uhşurul lezine zalemu ve ezvacuhum ve ma kanu ya'budun. Ey melekler, size zalimleri ve onların yoldaşlarını ve onların ibadet ettiklerini sürün, iteleyin cennete doğru, cehenneme doğru. Allah'tan geçsin ibadet ettikleri. Fehduhum ila sıratel cehim. Ve onları bir cehennem yoluna yöneldi. Allah melekler der ki onları melekler yoluna yöneldi. Hidayet ettiğini melek cehennem yoluna. Üzülsem cehennem yoluna Allah hidayet ettiğini. Bu da insanın kıyamet günündeki ya müminsense ile hidayetil cennet veyahut da geri ehlisense hidayet ile cehim. Aydındır. Ve hemçinin Allah Teala buyuruyor ki وَالَّذِينَ قُتُلُوا ف۪ي سَب۪يلِ اللّٰهِ لَنْ يُضِلَّ اَعْمَالَهُم. Allah yoluna vuruşan kimse Allah Teala onların emellerini zayi etmez. سَيَهْد۪يهِمْ وَيُصْلِحُ بَالَهُمْ. Allah Teala onları daha düzgün doğru yola yönelecek ve onların halini yaxşılaştıracak. Ve bunların bu hidayeti onları öldürdükten sonraydı. فَقِيلَ مَعْنَ سَيَهْد۪يهِمْ اِلَى طَر۪يقِ الْجَنَّةِ. Onlara buradaki seyehdihim sözünün manası odur ki seyehdihim ila tariqil cennet. Biz seni cennet yoluna yönelteceğiz. Ve yuslu halahum fil ahire. Ve ahiretteki yurdunuzu yani ahiretteki halinizi yaxşılaştıracağız diye Allah Teala. Ve Allah Teala onların emellerini kabul edecektir. Allah Teala bizleri hayırlara müveffek etsin. Bununla kifayet ederek ve sallallahu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve sellem.